Mağazamıza yeni cücci modellərimiz gəlib. Cücələr. Qiyməti də ki 35 manatdır. Hər biri orijinaldır. Orijinal. Gucci. 35 manat. Gucci-də ən ucuz tişört 1170 manatdır. Tuman belə 880 manatdır. Utanmasalar deyirlər ki, Gucci özü bizdən mal alır. Pul xərcləyən oğlan futbolkası. Bu oğlan pulu nəyə xərcləyir? Mənə çox maraqlıdır. Stefano Ricci, Ricci sözü də oradan gəlir. Oradan hardan? Bu Ricci sözü hardan gəlir? 2 rəngi ilə mağazamızda satışdadır. Cəmi 20 manat. Bu oğlan bərk pul xərcləyəndir də. Bildiyin oliqarxdır. Oliqarx demişkən, Oliqarx qaqalara özəl oliqarx kombinimiz. qaqalar 20 manat verin, oliqarx olun. Bir şey də xatırladım ki, oliqarx doğulmur, oliqarx olunur. Başa düşdüyünüz qədər burada ancaq brend mallar olur. Siz 07 bizim üstünə yazırsınız, biz də My Life My Rulesi tişörtlərimizi. Xanım bildiyin bütün qaqa kütləsini ələ keçirmək istəyir. Bu qaqaşın marketinq strategiyası isə tamamilə fərqlidir. Popiklər, bax 6 manatlı xanımlar. Adam bildiyin bizi popikinə doluyub. Bunu storydə paylaşanda biri mənə yazıb ki, niyə lağ edirsiniz? Adam bilmir də, bilməmək ayıb deyil. Siz elə bilirsiniz, bunlar bilmirlər nədir? 100% nə vaxtsa nəyisə səhv eləyiblər, görüblər ki, onda çox baxış və çoxlu şərh gəlir. Ondan sonra da bütün videolarını belə çəkirlər. Unutmayın ki, antireklam da özü də bir reklamdır. Bu qədər saf olmayın.